Salam və Saturnitə Fizika Master kanalına xoş gəlmişsiniz. Bu videoda gəlin keçiriləcək qəbul imtahanında qarşınıza çıxa biləcək 3 vacib sual kimi baxacaq. Suala bir atım bir şəkildə izah edəcəm ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa bilərsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmağı unutmayın. Bunu etməyə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Deməli ki, bir sualımızdan başlayaraq konturunda baş verən sürmə elektron reaksiya zamanı kondensasiyanın elektrik sahəsinin enerjisinin sadəcə maqnit enerjisindən asılı qrafiki verilmişdir. Sadəcə maqnit enerjisi 40 min joule olduqda kondensasiyanın elektrik sahəsinin enerjisini hesablayın. Bunu hesaplamaq üçün neyini? İlk öncə biz burada baxırıq nəyə? Biz buradan görürük ki, bu ox nədir? W elektrik, bu ox nədir? W maqnit oxu. Bunu buradan bilirik. İndi W elektrik oxu üzərindəki qiymət nə qədərdir? 20. W maqnit oxu üzərindəki qiymət nə qədərdir? 80. Bunu buradan bildik. W elektrik oxu üzərindəki qiymət 20 isə yazsam buraya nə? W elektrik bərabərdir 20 joule. Bunu buraya yazdım. Sonra W maqnit oxu üzərindəki qiymət nə qədərdir? 80. Onda yazsam nə? W maqnit bərabər nəyə? 80 joule. Bunu da buradan yazdım. İndi mən bir yandan bilirəm ki, W tam, yəni tam enerji nəyə bərabərdir? W tam bərabərdir W elektrik plus W maqnit. Bunu buradan yazdım. İndi biz buradan bildik ki, W elektrik nəyə bərabərdir? 20 joule. Onda buraya yazdım nə? 20 joule. Bunu buradan bildik. W maqnit nə qədərdir? 80. Onda buraya yazdım nə? 80 joule. Bunu da buradan bildik. Onda bəlkə ki, W tam nəyə bərabərdir? 20 ilə 80 cəmlə. Yəni 20 joule plus nə? 80 joule. Bunu buradan yazdım. O da bərabərdir. 20 joule ilə 80 joule toplayanda bu bizə nə çevirir? 100 joule vermiş olacaq. Deməli, W tam nəyə bərabərdir? 100 joule bərabərdir. İndi burada bizə deyir ki, sadəcə maqnit sahəsinin enerjisi 40 min joule olduqda, yəni W maqnit nəyə bərabərdir? 40 millijoule bərabərdir. Bunu buradan bildik. İndi biz təkrar yazırıq. W tam bərabər nəyə? W elektrik nə? W maqnitin cəmlə. İndi buradan biz bilirik ki, W maqnit 40-sa, buraya yeni yazıram nə? 40. Onda olacaq belən kimi. Deməli, W tam bərabərdir. Deməli, W elektrik plus nə? 40 joule. İndi mən buradan bir yandan bilirəm ki, W tam özü nəyə bərabərdir? 100 joule bərabərdir. Biz bunu buradan tapmışdıq. 100 joule. W tam bərabərdir 100 joule. İndi mən bu ifadəni gəlib burada yeni yazıram. Olur nə? Deməli 100 joule bərabərdir. 100 joule bərabərdir. W elektrik plus nə? 40 joule. Bunu buradan yazdım. Deməli buradan W elektrik tapsam nə olar? W elektrik bərabərdir. Bu 100-dən çıxıram nəyə? 40 joule. Deməli 100 joule çıxılsın nə? 40 joule. O da bərabərdir. 100-dən də 40-ı çıxanda bu bizə neçə verir? 60 joule bizə vermiş olacaq. Deməli cavabımız burada neçə olacaq? 60 joule. Deməli cavabımız burada olacaq neçə? 60 joule. Bizdən də soruşdu burada nədir? Elektrik sahəsinin enerjisinin qiymətini hesabla. W elektrikdə 60 joule olduğundan, buradakı W elektrik 60 joule olduğundan cavabımız burada olacaq 60 joule. İndiki növbəti sualımıza. Sonraki sualımızda ikinci sualda kondensatorun elektrik tutumu 4 mikrofarad olan elektrik konturunda yanına sönmə elektromaqnit reaksiyaları zamanı kondensatorun gərginliyi zamanı asılı qrafik vermişsə, qrafikin S nöqtəsi uyğun zaman anda sadəcə maqnit enerjisini hesablayın. Bunu hesablamaq üçün nə edirik? İlk öncə biz burada baxalım nəyə? Görürük ki, bu gərginliyi zamanı asılı qrafikdir. Bunu buradan bildik. İndi bu ox gərginliyi oxudur, bu ox nədir? T oxudur. Bunu da buradan bildik. İndi mən burada görürəm ki, qrafik maksimal nöqtədən başlayır. Maksimal nöqtədən başladığı üçün buraya yazıram maksimal. Mən buraya yazıram nə? Maksimal. İndi hansı kəmiyyətdən başlayır? U kəmiyyəti. Yazıram bura U. Hansı maksimal nöqtədən başlayır? Yəni hansı maksimal qiymətdən başlayır? 50-dən başlayır. Deməli U maksimal nəyə bərabərdir? 50-yə. Bunu buradan bildik. İndi 10 nədir? Gərginlik qiyməti. Onda U nəyə bərabərdir? U nəyə bərabərdir? Deməli U da buradan 10-a bərabərdir. Bunu da buradan yazırıq. İndi biz indi burada nəyi tapmalıyıq? Bizə buradakı qrafikin S nöqtəsi uyğun zamanda sadəcə maqnit sahəsinin enerjisini hesablayın. Onun sadəcə maqnit sahəsinin enerjisi nəyə bərabərdir? W tam çıxılsın W elektrikə bərabərdir. Bunu buradan bildik. İndi mən buraya yazsam nə? Mən buradan görürəm ki, W tam nəyə bərabərdir? W elektrik maksimalına. W elektrik maksimal. O da bərabərdir. W elektrik nədir? S kvadratı bölünsün 2. Bunu buradan yazdım. Amma maksimal olduğu üçün nəyə yazıram? Maksima yazıram. Bunu da buradan bildik. İndi mən burada indi tapıram ki, W elektrik. W elektrik nəyə bərabərdir? S kvadratı bölünsün 2-yə bərabərdir. İndi mən W tamın yerinə bu ifadəni yazıram. W elektrik yerinə bu ifadəni yazıram. Olur belən kimi. Deməli, W maqnit bərabərdir. W tam nədir? S kvadratı bölünsün 2. Maksimal çıxılsın. W elektrik nədir? S kvadratı bölünsün 2. İndi mən buradan S bölü 2-ni, bir də buradakı S bölü 2-ni çıxarım mərtəzi xaricına. Olur nə? Deməli, W maqnit bərabərdir. Deməli, S bölünsün 2 vurulsun. Burada qalır nə? U kvadrat maksimal. Burada qalır nə? U kvadratı. Olur belən kimi. U kvadratı maksimal çıxılsın. U-nun kvadratı. Deməli, o da bərabərdir, o da bərabərdir. Deməli, S bölünsün. Deməli, biz burada bir iki tutum nəyə bərabərdir? Buradan baxaq, tutum nəyə bərabərdir? 4 mikrofarada bərabərdir. Onda olur belən kimi. Deməli, 4 var, mikronədə 10^-6 bölünsün. Burada qalır 2, buraya yeni yazsam 2 vurulsun. İndi mən buradan tapdım nə? Mən buradan bilirəm ki, U maksimal 50-dir, U da nədir? 10-dur. Onda U maksimal yeni yazsam 50, yəni 50-nin kvadratı çıxılsın. Onu da yeni yazsam nə? 10. Çıxılsın nə? 10-un kvadratı. O da bərabərdir. 4 ilə 2 burada ixtisara gedir, qalır burada nə? 2 var, 10^-6. Bu olduğu kimi qalır, vurulsun. Deməli, 50-nin kvadratı 2500, 10-un kvadratı 100. Olur belən kimi. 2500, deməli, çıxılsın 100.
Deməli, o da bərabərdir. Deməli, burada indi bilirəm ki, deməli 2 bölü 10 mənfi 6 olduğu kimi qalır. Deməli 2 bölü 10 mənfi 6 olduğu kimi qalır. 25-dən 100 çıxanda bu bizə verir neçə? 2400. 2400 nədir? 24 vura 12. İndi burada indi 2-ni 24-ə vuranda bu bizə verir 48. Deməli vurulsun. Bu 10 mənfi 6-dan 12-ni vuranda deməli əsas olduğu kimi qalır. Qüvvətə toplanır. Mənfi 6-dan 2-ni toplananda bu bizə neçə verir? Mənfi 4. O da bərabərdir. Deməli 48 vurulsun. 10 mənfi 4 nədir? 10 mənfi 1 vurulsun. 10 mənfi 3. Mən indi bir yana bilirəm ki 10 mənfi 1 0.1-dir. 48-i 0.1-ə vuranda bu bizə verir 4.8. 4.8-i bizə vermiş olacaq. Vurulsun neçə? 10 mənfi 3-də olduğu kimi qalır. Vurulsun. Deməli 10 mənfi 3. İndi mən bir yana bilirəm ki 10 mənfi 3 nədir? Millidir. Onda olacaq belə kimi. 4.8 millidir və bizdən deməli sadəcə maqnit enerjisini soruşduqdan olur joule. Deməli cavabımız burada neçə olacaq? 4.8 millijoule olmuş olacaq. Cavabımız burada olacaq 4.8 millijoule. İndi keçək növbəti sualımıza. Son sualımızda 3-cü sualda elektrik kontrolü elektrik sahəsi enerjisi maqnit sahəsi enerjisi asılı qrafik vermişdir. Az nöqtəsində kondensatın yükünün ani qiyməti onun maksimal qiyməti 2 dəfə az olursa bu halda maqnit sahəsi enerjisini hesablayın. İlk önce biz buradan bilirik ki bu qrafik W elektrikin W maqnitdən asılı qrafikdir. Bunu buradan bilirik. İndi biz burada bilirik ki bu ox W elektrikdir. Bu ox nədir? W maqnitin oxudur. Bunu buradan bilirik. İndi biz bir yana burada bilirik ki qrafik burada 100 nöqtəsindən başlayır və burada bu nöqtədə dayanır. Bunu buradan bilirik. İndi mən buradan bilirəm ki 100 hansı oxun üzərində yerləşir? W elektrik. Onda W elektrik buradan nəyə bərabərdir? 100 joule-a bərabərdir. Bunu buradan bildik. İndi mən burada bilirəm ki 100-ə uyğun olan qiymət nə qədərdir? 0-dır. Deməli W və 0 da W maqnitin üzərində olduğu üçün W maqnit nəyə bərabərdir? Buradan 0-a bərabər, 0 joule-a bərabərdir. Bunu buradan bildik. İndi mən bir yana bilirəm ki W tam özü nəyə bərabərdir? W elektriklə W maqnitin cəbr-cəminə bərabərdir. İndi mən buradan bilirəm ki W elektrik nədir? 100 joule. Yeni yazıram 100 joule. Deməli 100 joule plus indi buradan baxım W maqnit nə qədərdir? 0 joule. Onu da yeni yazıram 0 joule. O da bərabər nəyə? 100 joule. Bunu buradan bilirim. Yəni qısaca W tam nəyə bərabərdir? 100 joule-a bərabərdir. İndi mən bir yandan bilirəm ki indi burada bizə soruşur ki bu anda maqnit enerjisini hesabla. İndi W tam özü nədir? W tam W elektriklə W maqnitin cəbr-cəminə bərabərdir. Bunu buradan bildim. İndi mən buradan W maqnitini tapsam, W maqnit özü nəyə bərabərdir? W tam çıxılsın W elektrik. Yəni W tam çıxılsın nə? W elektrik. Bunu buradan yazdıq. İndi mən bir yana bilirəm ki W tam özü nəyə bərabər? W tam deməli W elektrik maksimalına bərabər. W elektrik maksimal. O da bərabərdir. W elektrik nədir? 2 kvadrat bölünsün 2 hissədir. Maksimal olduğu üçün nə yazıram? Maksimal yazıram. Maksimal. İndi mən bir yana bilirəm ki W elektrik özü nəyə bərabərdir? Sadəcə Q kvadratı bölünsün 2 hissəyə bərabərdir. İndi mən W tamı yeni yazıram. Q maksimal kvadrat bölünsün 2 hissəyə. W elektrik yeni nə yazıram? Q kvadrat bölünsün 2 hissəyə. Onu yazıram belə kimi. Deməli W maqnit bərabər W tamı yeni yazıram. Q kvadrat bölünsün 2 hissəyə. Maksimal çıxılsın. W elektrik də nə yazıram? Q kvadrat bölünsün 2 hissəyə yazıram. Bunu buradan bildik. İndi mən indi bir yandan bilirəm ki bizə burada soruşur ki kondensatın yükünün ani qiyməti onun maksimal qiymətinin 2 dəfə az olursa. Yəni bu nə deməkdir? Bu deməkdir ki, yəni ani qiymət, yəni Q maksimal qiymət, yəni Q maksimaldan 2 dəfə azdır. İndi mən burada Q-ni yəni bu Q maksimal özünün 2 ifadəsini yazıram. Onda olacaq belə kimi. W maqnit bərabərdir. Q maksimal kvadrat bölünsün 2 hissəyə olduğu kimi qalır. Q maksimal deməli kvadrat bölünsün 2 hissəyə olduğu kimi qalır. Çıxılsın. Q-ni yerinə baxın bu ifadəni yazıram. Baxın bu ifadəni yazıram. Olacaq belə kimi. Deməli Q maksimal bölünsün 2 kvadratı bölünsün nə? 2'si. Onda deməli W maqnit də bərabərdir. Deməli bu ifadə olduğu kimi qalır. Yəni olacaq belə kimi. Q kvadrat bölünsün 2'si. Deməli maksimal çıxılsın. Deməli Q maksimal kvadratı bizə verəcək. Deməli Q maksimal də kvadratını, yəni Q maksimal kvadratı bölünsün. Deməli 2C də burada olduğu kimi qalacaq. Deməli 2C və buradakı 2'nin kvadratı, baxın, buradakı 2'nin kvadratı yüksələcək, olacaq neçə? 4. Və bu 4 də çıxacaq hara? Məxrəcə düşəcək, yəni burada olacaq 4. Bunu buradan bildik. İndi mən indi bir yandan bilirəm ki, burada da vurulsun var. Deməli, mən indi bir yandan da bilirəm ki, W maqnit özü nəyə bərabərdir? Deməli, Q maksimal kvadratı bölünsün 2'si, yəni Q kvadrat bölünsün 2'si maksimal çıxılsın nə? Deməli, çıxılsın nə? Deməli, Q kvadratı bölünsün 2'si maksimal və bu 4-də çıxır mötərizə xarici olur nə? Buraya yazıram 4'də 1. Mən indi bir yandan bilirəm ki, W tam burada nəyə bərabərdir? Baxın, burada biz hesablamışıq. W tam 100 joule-a bərabərdir. Bunu buradan bildik. Yəni 100 joule-a buradan bərabərdir. Bunu buradan bildik. Və mən bir yandan da bilirəm ki, W tam özü nədir? W elektrik maksimal, o da Q maksimal kvadrat bölünsün 2'si. O da nəyə bərabərdir? 100 joule-a bərabərdir. Onda mən Q maksimal kvadrat bölünsün 2'sini yenə 100 joule yazıram. Onda olacaq belə kimi. Deməli, bunu yeni yazıram. 100 joule olacaq onda belə kimi. Deməli 100 joule çıxılsın. Deməli 4'də 1 vura, yəni buradakı 4'də 1 vurulsun.
Buradaki 100 joule. Demək, buradaki 100 joule. O da bərabərdir. Demək, 100-dən, yəni bu 100-dən çıxıram nəyi? 4-də 1 vursun 100. 4-də 1 də 100-ə vuranda bu bizə verir neçə? 25. 100-dən də 25-i çıxanda bu bizə neçə verir? 75. Demək, cavabımız olacaq burada neçə? 75 joule-a bərabər olmuş olacaq. 75 joule. Belki bu videoda fizikadan gəlin qəbul imtahanında qarşınıza çıxa biləcək 3 vacib sual təməli baxdıq. Sualları bir adım bir şəkildə izah edim ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya biləsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davam edirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.